övladım var. Böyük tələbədir, Bakıda oxuyur. Kiçiyinin 2 yaşı var. 4 oğlan, 4 qız. Çox uşaqlı ailə bu dədə-babadan da belə gəlib. O vaxtda babalarımızın da çox övladları olub. Saat 5-də dururam, geyindirim, keçindirirəm, təmizliklərinə fikir verirəm, yola salıram, gedirlər dərsə. Günortadan sonra idmana qoymuşam. Ən vacibi mənim üçün oxumaqdır. Dövlətin verdiyi pulun demək olar tamamını mən uşaqlarımın təhsilinə ayırıram. Oxuduram, yəni mən istəmirəm uşaqlarım cahil böyüsün. Qızlarımın birinin 2 dənə medalı var, cidoda, birinciliyi var. Biri də yeni birincilik qazandı o da. Hansısa bir şeyə nail olanda ona sevinirlər ki, ata bax, bunu əldə etdik. Mən hər zaman qızlarıma da, oğlanlarıma deyirəm ki, idman gözəl şeydir, məşğul olun. Professionalla məşğul ola bilərsiniz, amma təhsilinizi əldən verməyin. Təhsil həmişə var. Həmişə var. Qocalanda da onun bəhrəsindən yararlanacaqsan, cavanlıqda da. Mən 5-dən çox uşağa görə sosial müavinət alıram. Həm də sosial yardım alırıq.